Salam əziz şagirdlər və müəllimlər. Mən Arzu Ələdin qızı bu günləri sizə funksiyalar və qrafiklər bölməsini izah edəcəyim. Dərsimizin içində həm dərs izahı olacaq, həm də ki testləri izah edəcəyim. Qrupumuza qoşulmaq üçün isə 051 641 88 34 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Qeyd edim ki, bütün bölmələrin hər birinin sınağı var və izahları da göndərilir. Gəlin indi baxaq deməli bu bölməyə. Funksiya və qrafiklər. İlk növbədə funksiya əslində çətin gəlsə də uşaqlar rahat bir bölmədir. Normalda biz həyatımızda elə funksiyalara çox rast gəlirik. Məsələn, belə deyək, birinci növbədə baxaq görək funksiya nədir? Funksiya y-in x-dan asıllığına funksional asıllıq və yaxud da ki funksiya deyilir. Məsələn, gündəlik həyatımızda funksiyaya necə rast gəlirik? Tutalım ki, deyirəm ki, 1 kilo konfet 5 manatdırsa, sual verirəm ki, 3 kiloqram konfet neçə manatdır? Avtomatik siz deyəcəksiniz ki, 3 kilo konfetimiz 3 vuraq 5, 15 manatdır. Diqqətlə fikir verin, x-in bir qiymətinə y-in yalnız bir qiymət uyğun gəlir. Və bu olur funksiya. Yəni, x-imiz 1 olanda 5 manat ödədim, x-imiz 3 olanda 15 manat ödədim. Deməli, biz əslində həyatımızda funksiyalara rast gəlirik. Məsələn, sürət zaman məsələləri, bunlar da funksiyaya aiddir. Gəlin indi baxağın qrafiklərlə. Məsəl üçün, adi bir nümunə verək. Sual düşə bilər ki, bunlardan hansı funksiyadır? Yadınızda saxlayın, x-in bir qiymətinə y-in yalnız bir qiymət uyğun gəlirsə, bu funksiyadır. Məsələn, tutalım x, y. X-in bir qiymətinə y-də 3 alıramsa, x-in 2 qiymətində, məsələn, tutalım ki, bir düsturu da verək, y bərabərdir 3x. 2 qiymətində, tutalım ki, 6 alıram. Ola bilərmi ki, mən burada x-in bir qiymətinə həm də 7 alam? Xeyr. Deməli, onda bu funksiya deyil. Çünki x-in bir qiymətinə y-in yalnız bir qiymət uyğun gəlir. Daha sonra 10-cu sinif dərsində var. Məsələn, belə deyək, bir şəkil çəkək. Deyir ki, verilən, məsələn, bu şəkildə. Deyək ki, bu funksiyadırmı? Bəli, bu funksiyadır. Hardan bilirik funksiyadır? Xəttlər çəkirik. Əgər bir nöqtədə kəsirsə, baxın, bir nöqtədə kəsdi, bir nöqtədə kəsdi, bir nöqtədə kəsdi. Deməli, bu nədir? Əslində funksiyadır. Amma indi sizə bir şəkil göstərəcəm. Orada funksiya olmayacaq. Diqqətlə baxaq. Deməli, belə bir şey. Bu funksiya deyil. Niyə? Çünki xətti çəksək, baxın, neçə yerdə kəsdi. Biri burada, 2, 3, 4, 5. Deməli, bu funksiya deyil əslində. İndi isə bizim bugünkü dərsimizdə y bərabərdir kx, kx plus b və k bölü x funksiyalarını keçirik. Y bərabərdir kx funksiyası düz mütənasib asıllığa aiddir. Yəni, burada belə deyək də, x artdıqca y də artır, x azalanda y də azalmış olur. Və onun qrafiki koordinat başlanğıcından keçən düz xəttir. Bəs hansı rüblərdən keçər? Uşaqlar, bura birinci rüb, ikinci rüb, üçüncü rüb və dördüncü rübdür. Deməli, k-mız müsbət olanda qrafikimiz keçəcək birinci və üçüncü rübdən. Baxın, kx funksiyası olduğuna görə koordinat başlanğıcından keçir. Bu k böyükdür 0 olanda. Bəs yaxşı, k kiçikdir 0 olanda necə olacaq? K kiçikdir 0 olanda isə ikinci, dördüncü rübdən keçəcək. Bəs yaxşı, desəydik ki, kx plus b. Bu b nəyi göstərir? Uşaqlar, b burada y oxu boyunca yuxarı aşağı sürüşməni göstərir. Məsələn, ola bilər ki, y bərabərdir 3x üstəgəl 5. Deməli, k-mız müsbətdirsə, birinci, üçüncü rübdən gedir. Plus 5 o deməkdir ki, y oxu boyunca müsbət 5-dir də 5 vahid yuxarı sürüşür. Baxın, gördünüz belə. Və soruşsalar ki, funksiyanın qrafiki hansı rüblərdən keçir? Baxın, birinci rübdən, ikinci rübdən və üçüncü rübdən keçir. Kx plus b. Əgər minus olsaydı, məsələn, olsaydı y bərabərdir 3x çıx 4, çıx 4, onda y-nin mənfi. Baxın, burada. Qoyun qəşəngliklə yazaq.
-5 dediyinə görə -5 vahid aşağı düşəcəksiniz. Baxın, olacaqdı buralarda. İndi hansı rüblərdən keçir? Birinci, üçüncü, dördüncü. Yəni şəkil çəkib rübləri də tez müəyyən edə bilirsiniz. Bu oldu düz mütənasib asıllığın qrafiki. Bəs tərsdə necə olur uşaqlar? Tərsdə isə y bərabərdir k böl x funksiyasıdır. Tərs mütənasib asıllığa necə düşünə bilərik? İşçi zaman məsələləri. Məsələn, tutalım ki, təsəvvür edin ki, bir işi 5 fəhlə 10 günə yerinə yetirirsə, 10 fəhlə neçə günə yerinə yetirilir? Bunu aşağı siniflərdən keçmişik uşaqlar. Tərs mütənasib asılılıqdır. Fəhlələrin sayı artanda işin zamanı neyinirdi? Azalırdı və tapırdıq ki, 5 günə. Bu tərs mütənasib asılılıqdır və onun qrafik deməli hiperbola əyrisidir. Bircə dəqiqə çəkək şəklini. Orada da k müsbət olanda keçəcək birinci, üçüncü rüblərdən. Baxın, qrafiki budur. K mənfi olanda buraya yazacaq k böyütü 0. K mənfi olanda isə keçir ikinci və dördüncü rüblərdən. İndi isə gəlin nümunələr üzərində başlayaq, davam elətdirək. Deməli, baxırıq birinci sualımıza. Birinci sualda deyir ki, funksiyanın sıfırlarını tap. Funksiyanın sıfırlarını tap nə deməkdir? Yəni, gör harada sıfır alır. Və biz onda bu zaman sıfıra bərabər edib işləyəcəyik. Baxaq, birinci sual. 3də 1x minus 20-ni bərabər edəcəm sıfıra. Və burada alıram 3də 1x bərabərdir 20-yə. Tənasüb kimi vursam 3 vıraq 20 eləyir 60. İkinci sualımıza baxaq. İkinci sualda deyir ki, funksiyanın sıfırlarını tap. Y bərabərdir 9. Uşaqlar, bu necə sıfıra bərabər olsun? Özü verib ki, 9-dur. Deməli, yoxdur. D variantı. Üçüncü sualımıza baxırıq. Üçüncü sualımız belədir. Deyir ki, y bərabərdir k bölü x funksiyasının qrafiki 9 mənfi 3də 1 nöqtəsindən keçirsə, k-nı tap. Uşaqlar, deməli bu x-in koordinatıdır, bu da y-in. Belə çıxır ki, y-in yerinə aparıb mənfi 3də 1 qoyursunuz. X-in yerinə aparıb 9 qoyursunuz. Və tənasüb kimi vursaq, mənfi 3k bərabərdir 9-a, k da bərabərdir mənfi 3-ə. Yəni, yerinə qoyduq, koordinatları hesabladıq. Dördüncü sualda onun kimi. Dördüncü sualda, deməli, yenə y-in yerinə 5də 1 qoyuruq, k qalır, x-in yerinə də mənfi 25 qoyuruq. Əslində, siz burada belə də eləyə bilərsiniz. Bunları da ixtisara aparıb, belə yaza bilərdiniz, mənfi 5-dir. Və k bərabər olacaqdır mənfi 5-ə. Yəni, vaxt aparmadan belə də ixtisar apara bilirsiniz və yaxud da ki, tənasüb kimi çarpaz vurun, yenə də tapırsınız. Burada da oldu B variantı. Keçək növbəti 5-ci sualımıza. Deyir, k-nın hansı qiymətində funksiyanın qrafiki mənfi 3, mənfi 7 nöqtələrindən keçir. Yenə də rahatdır uşaqlar. Deməli, bu x-in qiymətidir. Digəri isə y-in qiymətidir. Aparaq yerinə qoyaq, hesablayaq. Yerinə qoyduq y-in yerinə mənfi 7, k minus 2, x-in də qiyməti mənfi 3-dür. Tənasüb kimi çarpaz vuraq, mənfi 7 vurulsun mənfi 3 bərabərdir k minus 2-yə və buradan alırıq k minus 2 bərabərdir 21-ə və k bərabər olur 21 üstəgəl 2, yəni 23-ə. Oldu D variantı. Növbəti 6-cı sualımız. Uşaqlar, 6-cı suala keçməzdən əvvəl gəlin bir bucaq əmsalı nədir onu tapaq. Bucaq əmsalı k-dır və yaxud da ki, tangent sayfadır. İndi gələcəkdə bunu keçəcəksiniz. Teoremasını tapıb sıfıra da bərabər eləyəndə də tangent sayfanı tapırıq. Və yaxud da ki, belə bir düstur var. K bərabərdir y2 minus y1 bölünsün x2 minus x1. Oradan da k-nı tapmaq olurdu. Bəs yaxşı, indi görün nə istəyir bizdən 6-cı sualda. Deyir ki, bucaq əmsalı mənfi 0,4 olan, yəni k-mız mənfi 0,4-dür. Bunu tez qeyd edin. Funksiyanın qrafiki bu nöqtələrdən keçirsə, onun tənliyini yazın. Gəlin gedək, hələ bir bu tənliyi yazaq. Y bərabərdir. K-mı bilirəm, mənfi 0,4 x
üstəgəl B. Mənim məqsədim burada B-ni tapmaqdır. Və B-ni tapmaq üçün bu verdiyi koordinatlar mənə kömək eləyəcək. Deməli yazacağam. Y-in yerinə qoyuram 2,6 bərabərdir. Mənfi 0,4. Baxın, x-in yerində mənfi 2,5-dir. Vuraq mənfi 2,5 üstə gələk B. Aldıq, əla. İndi buradan biz alırıq ki 2,6 bərabər 1 üstə gəlsin B-yə və buradan da B-ni alırıq. 2,6-dan 1 çıxsaq 1,6. Aha, uşaqlar, bizim axtardığımız buydu. Və biz burada B-ni bilmirdik. İndi isə öyrəndik ki, B-miz 1,6-dır. Aparaq yerinə qoyaq. Bu da oldu bizim düz xəttimizin tənliyi. Baxın, y bərabərdir. Mənfi 0,4x üstə gəlsin 1,6. Hardadır? C variantındadır. Bir də bir düstur yadıma düşmüşkən deyim, qeyd edin uşaqlar. Ümumiyyətlə dərsimi izləyəndə siz qarşınızda bir qayda dəftəriniz olsun, əlavə düsturlar deyəcəm. Bəzən olur ki, deyir ki, iki düz xətt arasındakı bucağı tapın. Yazın ora, tangens alfa bərabərdir. K2 minus K1 K2 minus K1 bölünsün 1 üstə gələk K1 vuraq K2. Və beləliklə siz iki düz xətt arasındakı bucağı tapa bilərsiniz. Növbəti sual 7-ci sualda deyir, funksiyalardan hansı xəttidir? Biz bilirik ki, xətti funksiya y bərabərdir kx-dır və yaxud da ki, y bərabərdir kx plus b. Yəni, biz burada xəttini görmək üçün nə etməliydik? Baxmalıydıq y variantına. Baxın, burada y variantında y bərabərdir 5-də 1 vuraq x üstə gəl 3-də 1. Yəni, bizim k-mız 5-də 1-dir, b-miz də 3-də 1-dir. Deməli, y variantı ödəyir. 8-ci sualda isə deyir ki, qrafikə görə xətti asılılığı müəyyən edin. Deməli, bu kx funksiyasıdır, amma mən k-nı bilmirəm. Görürəm ki, burada yazılıb 60 dərəcə. Deməli, tangens 60 dərəcə nəyə bərabər idi? Kök altda 3-ə. Və bizim k-mız kök altda 3-dür. Deməli, yazacaqsınız y bərabərdir kök altda 3x-a. Yəni, y variantı. Keçək 9-cu sualımıza. Yenə də mən görürəm ki, burada yazılıb nə? Y bərabərdir kx funksiyasıdır. Və ikinci, dördüncü rübdən keçdiyinə görə k-mız kiçikdir 0 və mən nə etməliyəm? K-nı tapmalıyam. Nə yazacağım? Tangens alfa bərabərdir k-ya. Görürəm 120 dərəcədir. Tangens 120 dərəcə. Nəyə bərabərdir? Gəlin ona baxaq. Deməli, uşaqlar, tangens 120 dərəcə düşür ikinci rübə. Biz bilirik ki, birinci rübdə hamısı müsbətdir. Yəni, işarələri tangensin, kotangensin, sinusun, hamısının işarəsi müsbətdir. İkinci rübdə müsbət olan sinusla kosekans alfadır. Üçüncü rübdə müsbət olan tangens alfa ilə kotangens alfadır. Dördüncü rübdə müsbət olan kosinus alfa ilə sekans alfadır. Və baxıram ki, tangens 120 düşür ikinci rübə. İşarəni qabaqcadan müəyyən edin, mənfidir. Tangens 120-ni yazaram, tangens 180 çıx 60 şəklində. Bilirsiniz ki, 180-də ad dəyişmir. Mənfi tangens 60 dərəcə olur. Tangens 60 dərəcədə kök altda 3-dür. Qarşıda da mənfi var idi, mənfi kök altda 3. Deməli, bizim funksiyamız olur y bərabərdir mənfi kök altda 3 x şəklində. C variantı. Yəni, düz xəttin tənliyini yaratdıq biz. Növbəti 10-cu sualımız. Deyir ki, y bərabərdir kx plus b xətti funksiyasının verilmiş qrafikinə görə k və b-nin işarəsini müəyyən edin. Diqqətlə baxın uşaqlar. Əgər k-mız böyükdür 0 olarsa, birinci, üçüncü rübdən keçir. K-mız kiçikdir 0 olanda ikinci və dördüncü rübdən keçir. Mən də görürəm ki, birinci, deməli, üçüncü rübdür. Deməli, onda k-mız böyükdür 0. Amma B-yə baxın. B biz dedik ki, y oxu boyunca yuxarı aşağı sürüşməni göstərir. Və B-miz y-in mənfi hissəsində olduğuna görə B-miz kiçikdir 0 olur. Və cavab B variantıdır. 11-ci suala baxaq. Yenə y bərabərdir kx plus b funksiyasıdır. Burada
K'mız, baxın 1, 2, ikinci və dördüncü rübdən keçdiyinə görə K'mız kiçikdir 0. Amma B'yə baxın, B, Y oxu boyunca yuxarı aşağı sürüşməni göstərdiyinə görə burada bizim B'miz müsbətdir. Deməli, K'mız kiçikdir 0, B'miz böyükdür 0, o da olacaq D variantı. Növbəti 12-ci suala baxaq. Uşaqlar, 12-ci sualda deyir ki, K + B cəmini tapın deyir. Əslində biz burada B-ni görürük. B vahid yuxarı sürüşür. Əslində B bəllidir. B 5-dir. Yəni avtomatik görmək istəyirsinizsə B orada 5-dir. Amma mən nə edəcəm indi? Gəlin belə eləyək. Bu əslində 7-ci sinifdə keçilir. 12-də yazıram ki, koordinatlar yazacağım uşaqlar. Birincininki -5 0-dır. Sonra 0 5-dir. Əla. Y bərabərdir Kx plus B. Gətirək, aldıqlarımızı yazaq ora. Deməli, Y-in yerinə, gəlin lap birinci bunu yazaq. Deməli, X-in yerinə 0 qoyacağım, Y-ə 5. 0, gördünüzmü? B avtomatik 5-dir. Elə mən şəkilə baxanda da B-ni 5 görmüşdüm. İndi sonra aparaq, deməli, X-a -5 qoyaq. B-mizi bilirik 5-dir. Y-imizə də 0 qoyaq. Və buradan alırıq -5K bərabərdir -5-ə. K da bərabərdir. -5-i -5-ə böləndə eləyir -1. Deməli, K'mız -1-dir. Mənə də deyir ki, K + B-ni tap. Deməli, K'mız 1-dir, B'miz də 5-dir. Toplayanda eləyir 6, A variantı. 13-cü sualda deyir ki, Y bərabərdir 5-də 3x + 4 düz xətti üzərində apsisi ordinatına bərabər olan nöqtənin koordinatları cəmini tapın. Apsisi ordinatına bərabərdirsə, deməli, x y-ə bərabərdir. Və deyir onun nöqtənin koordinatları cəmini tap. Yəni, bizdən soruşur x + y-in cəmini. Mən orada y-in də yerinə x yaza bilərəm. Çünki deyir ki, apsisi ordinatına bərabərdir. Y bərabərdir 5-də 3x + 4-ə. X-dan da 5-də 3x-i çıxanda, uşaqlar bir 1x-dan çıxırsınız da. Bərabərdir 4-ə. 1x-dan 5-də 3x-i çıxanda eləyir 5-də 2x bərabərdir 4-ə. Oradan da çarpaz vursaq 2x bərabər olur 5 vur 4 20-yə və x-iniz 10-dur. Mən də bilirəm ki, x də y də bir-birinə bərabərdir. Əgər x-im 10-dursa, deməli y-im də 10-dur. Məndən nə soruşurdu? X ilə y-in cəmini. Deməli, 10 + 10 bizə verdi nə? 20 C variantını. Sonra baxaq 14-cü suala. Elə 14-cü sualda bunun xalası oğludur. Eyni tip sualdır. Deyir ki, düz xətti apsisi ordinatına bərabər olan nöqtənin koordinatları cəmini tapın. Apsisimiz x-dır. Ordinatımız y-dir. Deməli, x ilə y bir-birinə bərabərdir və bizdən nəyi soruşur? X və y-in cəmini. Aha, və bizdən deməli nə istədi? X ilə y-in cəmini. Yenə eyni tip suallardır. X + y istəyir bizdən. Nə edəcəm? Y-in yerinə də x yaza bilərəm uşaqlar. Çünki mənə deyir ki, apsisi ordinatına bərabərdir. 4-də 3x + 2. İndi bir dənə x-dan 4-də 3 dənə x-i çıxıram. Bərabər eləyirəm 2-yə. 4-də 1x bərabərdir 2-yə və buradan x-imiz olur. Tənasüb kimi çarpaz vursaq 4 vur 2 8. Mən də bilirdim ki, apsisi ordinatına bərabərdir. Yəni, elə y-imiz də 8-dir. Və x + y soruşduğuna görə 8 + 8 o da eləyir 16. Yəni, D variantı. 15-ci sual deyir, qrafik hansı funksiyaya uyğundur? Əlbəttə ki, burada qrafik y bərabərdir k/x funksiyasına aiddir. Tərs mütənasib asılılıqdır və 1-ci, 3-cü rübdən keçdiyinə görə də k böyük olur 0. 2-ci, 4-cü rübdən keçsəydi k kiçik olardı 0-dan. Deməli, bizə lazımdır k-nın 0-dan böyük olduğu hissə, yəni k/x funksiyası. B variantıdır. Ola bilərdi ki, uşaqlar sizi çaşdırıb yazarlar -x-1. Amma siz diqqətli olmalısınız ki, bu 1-ci, 3-cü rübdən keçir və sizin k-nız müsbətdir. Yəni, imtahanda 1 balda 1 baldır. Diqqətli olun ki, balınızı itirməyəsiniz.
Sonra 16-cı suala baxaq. 16-cı sual əslində rahat sualdır. Qarışıq görünsə də rahat bir şeydir burada. Deməli, deyir ki, K və B-nin işarəsini tapın. Diqqətlə baxın. Y bərabərdir K bölü X. Baxın, bu qırmızı ilə qeyd elədiyim. Birinci, üçüncü rübdən keçdiyinə görə K böyük olur 0-dan. Burada da əslində Y bərabərdir K bölü X funksiyasıdır. Baxın, bu ikinci, qoy qeyd edeyim, mavi rəngdə. Prosta K-nın yerinə B hərfi yazır. Siz də bilirsiniz ki, ikinci, dördüncü rübdən keçəndə işarə nə olurdu? Mənfi olurdu. Deməli, K böyükdür 0 və B kiçikdir 0 olur. C variantıdır. Növbəti 17-ci sualımıza baxaq. 17-ci sualımızda da belədir. Deməli, yenə işarəni təyin edirik. K bölü X funksiyası, B bölü X funksiyası. Hər ikisi də ikinci, baxın, birinci rüb, bu ikinci rüb, 3, 4. Bunlar haradan keçdilər? 2 və 4-cü rübdən keçdilər. 2 və 4-dən keçdiklərinə görə K da kiçikdir 0, B də kiçikdir 0 olur. Və cavab olacaq A variantı. Növbəti 18-ci sualımıza baxaq. 18-ci sualda uşaqlar, diqqətlə bilirsiniz nəyə baxın orada. Biz bir şeyə baxacağıq ki, A kiçikdir 0, B kiçikdir 0, ikisi də mənfidir. Gəlin elə birincidən bir qeyd edək. Əgər hər ikisi mənfidirsə, deməli ikinci və dördüncü rübdən keçəcək. Ona görə də heç A variantına baxmayın. Çünki birinci, deməli, BX funksiyası 1-3-dən keçir. Bu 1-2, 4-dən. Heç buna baxmayın. Sonra heç B variantına da baxmayın. Çünki birinci, üçüncü rübdür. Heç D variantına da baxmayın uşaqlar. Çünki biri 1-3-dən keçir, 1-2, 4-dən. Siz avtomatik bu şərtdən tutmalıydınız ki, bunlar 2-4-dən keçir. Deməli, sizin işiniz C və Y variantı üzərindədir. Burada çaşmamaq üçün nə edəcəksiniz? Deməli, modulda B, modulda A-dan böyükdür. Onda gəlin B-yə yalandan deyək də, məsələn, -3 deyək. A-ya da -2 deyək. Məsələn, mən burada necə təyin edirəm? Mən sizə bir şey deyim. Bir iki dənə ədəd verib, tam dəqiqdə, yəni imtahanda tam əmin dəqiq olmaq istəyirsinizsə, belə eləyəcəksiniz. Əgər ki, və yaxud da ki, bunu belə də yadda saxlaya bilərsiniz uşaqlar. Deməli, modulca böyük olanın KX funksiyasından gedir. Modulca böyük olanın qrafiki Y oxuna daha yaxın olur. Bax, modulca böyük olanın qrafiki Y oxuna daha yaxındır. Baxın, Y variantına baxın, Y oxuna daha yaxındır. Modulca kiçik olan isə Y oxundan uzaqda olur. Yəni, burada olacaqdı Y variantı. Amma indi bir şey deyim də, əzbərçilik bəzən olur ki, imtahanda həyəcanlanırsınız, yadınızdan çıxa bilər də bu. Ona görə belə bir şey yazaq. Yalandan bir dənə funksiya yazıram. Məsələn, Y bərabərdir 2x. Güya. Deməli, B-miz, amma belə deyək də, yox, belə yazaq. Bircə saniyə, şolar. Bir saniyə düzəldim bu səhvimi. Belə bir şey yazacağım. Deməli, mən qayda olaraq dedim ki, Y variantı idi. Bunu sizə sübut edirəm. B-yə mən -3 demişdim. A-ya da -2 demişdim. Bunun üçün bir dənə qrafik quracağım. X, Y. Deməli, yazıram bura. Y bərabərdir -2x. Bu biri üçün də yazacağım. Y bərabərdir -2x. İndi bir iki dənə qiymət verib qrafiki quracağıq. Bu tərəfdə də qrafiki qururam. Və burada quracağım və siz görəcəksiniz ki, hansı hardadır. Məsələn, x-ə 1 desəz, y-imiz -3-dür. X-ə -1 desəz, y-imiz olacaq -3. Gətirək quraq. Yaşıl rəngdə quracağım ki, diqqətli olasınız. 1 ilə -3. X-in 1-i, y-in -3-ü gəlir düşür, haradasa bura. Sonra x-in -1-i, y-in -3-ü gəlir düşür, haradasa bura. Baxın, bu şəkili belə çəkim. Bu yaşıl rəngdə olan B-ninkidir. Buraya yazıram B. Sonra gedirəm bu birinə. X-ə 1 desəm, olacaq -2, -1 desəm, -2. İndi gətirək quraq. Amma bunu qırmızı rəngdə yazacağım. Deməli, 1 olanda -2. 1 olanda -2 haradasa gəlir. Deyim də sizə, baxın. Buralara düşür də, belə deyək. Təxmin. Bura. Sonra
Mənfi 1 olanda müsbət 2 gəlir. Qoy düşsün buralara. Baxın indi uşaqlar. Qırmızı nöqtələri birləşdirdim. Burada oldu A-nın qrafiki. Həqiqətən də baxdınızmı? B-nin qrafiki Y oxuna daha yaxın oldu. A-nın qrafiki Y oxundan uzaqda oldu. Deməli, onda belə çıxır ki, bu tiplərdə Y oxuna, yəni modulca böyük olan Y oxuna daha yaxın oldu. Və biz də bilirdik ki, mənfidir hər ikisi və ikinci, dördüncü rübdən keçməliydik. Ona görə də biz burada A variantını, B variantını, sonra D variantını çıxdaş elədik. Nəyə görə? Çünki şəkil zaten ikinci və dördüncü rübdən keçəcəkdi. Yəni bu sizə daha belə deyək də, biri var ki, seçim arasında 50-50-yə qalasınız, bir də var ki, 5 variant arasında fikirləşəsiniz. Elə hazır 2 variant arasında düşünmək daha yaxşıdır. Sonra baxaq 19-cu suala. Uşaqlar, sabit funksiya belə deyək də inadkar funksiyadır, tərsdir. Belə deyək də, yazaq F1, bunların hamısı S-dir. S sabit. Baxın, sabit elə S. Bircə saniyə. Uşaqlar, S. Lap belə 1500 olsun, lap belə 3000 olsun. Yenə də sabitdir. Deməli, S-in kubu bərabər oldu mənfi 27-yə və sabit nəyə bərabər oldu? Mənfi 3-ə. İndi sizdən F64 soruşur, elə o da mənfi 3-ə bərabərdir. Lap F1500 soruşsun, nə soruşursun, yenə də mənfi 3 olacaqsınız, çünki sabitdir axı. Cavab oldu mənfi 3. Sonra 20-ci sualımıza baxaq. 20-ci sualda deyir ki, f(x), buyurun, o burada. Bircə dəqiqə uşaqlar. Deyir ki, sabit funksiya odur ki, orada x-i yox eləməlisiniz. Qolunu qıçını sındırın geçsin. Yəni x olmasın. Məsəl üçün mən deyirəm ki, y bərabər 5x. Bəyəm bu sabit funksiyadır. Gərək mənim x-im 0 olsun ki, sabit funksiya deyim də, deyim ki, bərabərdir 5-ə. Yəni, sabit odur ki, orada x olmamalıdır. No, x yoxdur uşaqlar. Və belə eləyək də. Mən görürəm ki, burada x kvadratı var elə. Deməli, mən onu yox eləmək üçün A-3-ü neyniyərəm? 0-a bərabər eləyərəm və buradan A-mız olacaq 3. Əla. Sonra bir də görürəm ki, bax, burada xatalı yer x olan buradır. B-4 bərabərdir 0-a və buradan da B-ni alırsınız müsbət 4. Məndən soruşur f a üstəgəl b-ni. Yəni, A-mız 3-dür, B-miz də 4-dür, f7-ni soruşur tamam bizdən. Sabitdir. Lap belə 1600 nəbim neçə soruşsun, lap belə 1200 soruşsun. Söhbət sabitdən gedir. Və siz də artıq bunu sabitə çevirmişsiniz. Axı f(x) bərabərdir 2a üstəgəlsin 3b-dir. A-nız neçə idi? 3 idi. Deməli, 2 vuraq 3, üstəgələk b-niz də 4-dür. 3 vuraq 4. O da elədi 18. Lap sizdən burada f75 soruşa bilər. Nə f48 soruşsun. Narahat olmayın. Sabitdir axı. Yenə də cavab 18 olacaqdır. B variantı. Sonra baxalım 21-ci suala. 21-ci sualda deməli uşaqlar burada nə edirsiniz? Adətən bəzən çalışırsınız ki, nə bilim elə bir kanı yerinə elə bir ədəd qoyarsınız ki, məxrəcdə də baxın, burada yazılıb ki, 5x minus 25. Vuruqları ayırırsınız və deyirsiniz ki, müəllimə, gərək elə bir şey yaradım ki, yəni x minus 5 ilə ixtisara geçsin. Amma mən deyirəm ki, belə tapmaca oynamaqdansa, gəlin imtihanda da vaxtımız da yoxdur da, bir qaydanı nəzərdən keçək. Yadınızda saxlayın, dəyişən və sərbəst hədlərin nisbəti bərabər olanda bu olur sabit funksiya. Dəyişən və sərbəst hədd. Dəyişən burada k ilə 5-dir. Baxın, k-nı bölürəm 5-ə və bərabər edirəm. Sərbəst hədlər nədir? 5 bölək mənfi 25-ə. Və buradan da k-nı alırsınız mənfi 1. Deməli, k-nız mənfi 1-dir. Baxın, çarpaz vursanız, uşaqlar, alırsınız mənfi 25k bərabərdir 25-ə və k-nız da mənfi 1-dir. Əla, bunu tapdıq. İndi gedək səliqəyə salaq. Yazaq f(x) bərabərdir mənfi x üstəgəl 5 bölünsün 5x çıx 25. İndi bizdən f2-ni soruşur. Baxın, bu x-in yerinə elə 2-ni yapışdırsaq, siz f2-ni axtarmış olacaqsınız. Deməli, f2, yəni x-in yerinə apar 2 qoy, konkret f2 alırıq da. Deməli, harada x görsəz yerinə 2 qoyacaqsınız. 5 vur 2 çıx 25.
Nə verdi bizə? 3 bölək mənfi 15. O da eləyir mənfi 5-də 1, yəni mənfi 0,2. Əla. Uşaqlar, biz K-nı almışdıq mənfi 1, F2-ni almışdıq mənfi 0,2. Deməli, mənfi 1 ilə mənfi 0,2-ni toplayırsınız, o da eləyir mənfi 1,2, yəni D variantı. Sonra 22-ci suala baxaq. 22-ci sualda deyir ki, düz xətlərin kəşmə nöqtəsinin koordinatları hasilini tapın. Yəni, uşaqlar, elə bilin ki, sistem tənlik həll edirik. Yadınıza gəlirmi? Əvəz etməklə aparıb yerinə qoyurduq, hesablayırdıq. Elə onun tayıdır bu da. Və y bərabərdir 5x çıx 13. Gəlin y-ləri bərabərləşdirək. 3x minus 7 bərabər, yəni kəsişirsə bərabərləşdirin. 5x minus 13-ə. Aparaq o yüzden bu yüzden mənfi 7 üstəgəl 13 bərabərdir 5x. Sağa sola keçəndə bilirsiniz işarə dəyişir. Və buradan alırıq 6 bərabərdir 2x-a. Və x-imiz olur 3. İndi deyir ki, koordinatları hasilini tapın. Mən hələ x-i 3 tapmışam. Bəs mənim y-kimdə var axı? Y-i gedək tapaq. İstənilən yerinə qoyun, y-i tapacaqsınız. Y bərabərdir 3. Məsələn, burada qoydum. Vur 3 çıx 7. Nə verdi bizə? 2. Məndən soruşur ki, koordinatlar, yəni x vuraq, y soruşur. 3 vuraq 2, o da bizə verir 6. Yəni biz 22-də cavabımızı 6 aldıq. Keçək 23-cü sualımıza. 23. Qeyd edək. Aha. İndi burada 23-cü sualda. Gəlin bu sualı aram-aram işləyək. Necə? Deyir, iki şagirdin oxuduğu səhifələrin sayının zamana görə dəyişməsini göstərən funksiyaların qrafiki verilmişdir. Neçə dəqiqə sonra iki şagirdin oxuduğu səhifələrin ümumi sayı 210 olar. Nə edəcəyik burada? Deməli, birinci baxaq bu qrafikə. F(x)-nin olana. Diqqətlə baxın. 20-də 18 yazaq buna. Yəni, belə deyək də, 20 dəqiqə 18 demək. 20-də 18. Yəni, biz tapırıq ki, görəsən bir səhifəni neçə dəqiqə oxuyur. İxtisar eləyirəm, eləyir 10-da 9. Daha sonra ikinciyə baxaq, uşaqlar. İkincidə baxırsınız ki, 30 dəqiqə 15 səhifə. 15-i bölürəm 30-a. Buradan da tapıram 2-də 1. Deməli, 5-ə bölsəm, ya da 3-ə bölürəm 5, 3-ə bölürəm 10-da 5. Eyni şeydir onsuz da 2-də 1-də, ya 10-da 5-də eyni şeydir. Niyə 10-da yazdım? Çünki yuxarıda da elədir. Və bunları toplayıram. 10-da 9, üstə gəl 10-da 5. Deməli, bunlar bir işi görürlər 10-da 14-ə. Yazdıq. Və bizdən soruşur ki, 210 səhifəni nə qədər vaxtda oxuyarlar, düzdürmü? Neçə dəqiqə? Aha. Deməli, onda biz 210-u böləcəyik 10-da 14-də. O da bərabərdir. 210 vurulsun 14-də 10. 2-yə bölürük 5, 2-yə bölürük 7. 7 ilə də 210 ixtisar aparırsınız 30. 30 vur 5, o da eləyir 150 dəqiqə. 150 dəqiqəmiz də əgər saatla soruşsa 2 saat yarım, yəni 2,5 saatdır. Sonra keçək, deməli 24-cü suala. Deyir, qrafikdə eyni gücə malik olan işçilərin sayı ilə onların eyni bir işi yerinə yetirmə arasında asıllıq verilmişdir. Yeni işçi həmin işi neçə günə yerinə yetirər? Gəlin belə eləyək. Deməli, burada mən görürəm ki, n plus 1 zamanda nə qədər eləyir? 10 dənə. N plus 7 zamanda eləyir n qədər. Baxın, qrafiklə gedirəm. Və burada mən belə bir şey yazacağım. Tərs mütənasib asıllıq var burada. Biz bilirik ki, işçi zaman məsələləri tərs mütənasib asıllıqdır. N vurulsun n plus 7 bərabərdir n plus 1 vurulsun ona. Və buradan alıram n kvadratda üstəgəl 7n bərabərdir 10n üstəgəl 10-a. Və n kvadratı, baxın 7n-dən 10n-i çıxsaq minus 3n minus 10 bərabərdir 0-a.
V teoremi ilə həll eləsək, o hansı ədəddə vuranda -10, toplayanda -3, n-5 ilə n plus deməli 2 bərabərdir 0-a. Hər birini 0-a bərabər eləsəz, yəni n-5-i 0-a bərabər eləsəz, n olacaq 5. N üstəgəl 2-ni 0-a bərabər eləsəz, n olacaq -2. -2 kənar köçdü, çünki orada say zaman mənfi ilə verilə bilməz. Cavab n5-dir. İndi məndən nə istəyir orada? Deyir, 20 işçi həmin işi neçə günə yerinə yetirər? Gəlin tənasüb quraq. Deməli, n-ə mən aldım 5. Aparaq yerinə qoyaq. Say 10 dənə olanda n plus 1 idi, düzdürmü? Yəni 6 dənə oldu. 5-in üstə 1 gəldim 6. Baxın, geriyə qayıtdım. Və mənə deyir ki, işçi sayı 20 dənə olanda neçə günə bitər? Onda biz bilirik ki, burada tərs mütənasib asıllıq var. 10 vur 6-nı bərabər eləyəcəksiniz 20 vur x-a. Buradan da x-i alırsınız 3. Yəni cavab 3-dür. Bir sözlə uşaqlar, burada tərs mütənasib asıllığı qrup n-i tapırsınız. N-i tapandan sonra təzədən bir dənə də tərs mütənasib asıllıq qurursunuz və oradan istənilən cavabı tapırsınız. Sonra 25-ci suala baxaq. Deyir ki, A parametrinin neçə tam qiymətində funksiyanın qrafiki ordinat oxunu mənfi hissədə kəsir. Funksiyanın qrafiki ordinat oxunu mənfi hissədə kəsirsə, baxın, şəkil əslində budur. Və belə. Y bərabərdir mənfi B funksiyasıdır. Və mən burada nə edəcəm? Y bərabərdir mənfi B olması üçün yazaram ki, x bərabərdir 0-a. Niyə? Bu yox olsun ki, gəlib B-yə oxşasın da bu. X-imiz 0-dırsa, onda olacaq y bərabərdir ki, A vuraq 0, onsuz da 0-dır. 0, üstə gələk 3a kvadratı minus 14a. Və mənə deyir ki, mənfi hissədə kəsər. Onda 3a kvadratı minus 14a-nı yazacağım kiçikdir 0 şəklində. Vuruqlara ayırsaq, a-nı çıxarsam 3a minus 14 kiçikdir 0 olur. Və yazaq burada. 0-a çevirən qiymətlər a-nı 0 yazaq. 3a minus 14-ü 0-a bərabər eləsək, a bərabər olacaq 4 tam 3-də 2-yə. Deməli, birində 0-dır, birində də 4 tam 3-də 2-dir. Məsələn, aparaq qiymət verək. 5 versək müsbət alırıq. Bu aralıqdan məsələn 2 versəz, baxın burada mənfi sıralanır onsuz da, burada müsbət. Bizə də lazımdır mənfi olan hissə. Yəni 0-la aralığımız olacaq 0-la deməli 4 tam 3-də 2 aralığı. Buradakı deməli tam qiymətlərdə hansıdır bu şərt ödəyən? 1-dir, 2-dir, 3-dür, 4-dür. Deməli cavab oldu nə qədər? Cavab 4 dənə. Yəni 25-də cavab 4-dür. Sonra baxaq 26-cı sualımıza. 26-cı sualda deyir ki, n parametrinin hansı müsbət qiymətində sabit funksiya olar? Sabit funksiya dediyi ki, dəyişənlər və sərbəst ədlərin nisbəti bir-birinə bərabər olarsa sabit funksiya olar. Yəni burada dəyişən biri də m-dir, digəri 4-dür. Bərabərdir 9 bölünsün m-ə. Baxın, sərbəstlərdə bulardır. Çarpaz vururuq, m kvadratı bərabərdir 4 vur 9-a. M kvadratı bərabərdir 36-ya. M də bizə verir nə? Plus minus 6. Bizə də müsbət qiymət soruşduğuna görə M-imiz olacaq 6. Yəni 26-da cavabımız 6-dır. Sonra uyğunluq suallarıdır. 27-ci sual. Baxaq. Deməli, burada deyir ki, birinciyə baxın. 1, 2, 3. Aha, üçüncüyə baxaq. 3x üstəgəl 2y bərabərdir 0. Siz bilirsiniz ki, x də y də 0 olanda koordinat başlanğıcından keçir. Həqiqətən də 3 vuraq 0, üstə gəlinsin. Deməli, 3 vuraq 0, üstə gəlinsin. Deməli, 2 vuraq 0, o da yenə 0 verir. Deməli, 3-ə gedir A. Yazaq bura 3-ə A. Sonra tapaq buradan bucaq əmsalını. Bucaq əmsalını tapmaq üçün
3x bərabər olur mənfi 2y-ə, y də bərabər olur. Deməli, mənfi 3x bölünsün mənfi 2-yə. İlkimiz də olur mənfi 1/5x-a. Deməli, k-mız mənfidir. Bucaq əmsalı mənfi 1/5, 3-ə həm də b getdi. Əla. Yazıram bura, 3-ə getdi a, b. Sonra 2-yə baxaq. 2 də deyir ki, 3x üstəgəl 3y bərabərdir mənfi 1-ə. Gəlin görək burada nə edə bilərik? Mən belə bir şey yazaram. Sonra gəlin ən yaxşısı burada bir c-yə baxaq. Deyir ki, qrafiki 1-1 nöqtəsindən keçir. Yəni x-a da y-ə də x-a 1 verəndə yəni x, y belə deyək də 1-1 verəndə uyğunluq gözlənilir. Mən də düşünürəm ki, burada gedəcək nə? 1-ə c gedəcək. Niyə? Baxın, x-a 1 verəndə 2 vur 1, üstə gələk 3 vur 1, o da 5 edir. Deməli, 1-ə də getdi c. Yazaq bunu. Yaxşı, 2-yə baxaq. 2-də deyir ki, y variantına baxaq hələ. Mənfi 1, 3-də 2 nöqtəsindən keçir. Aparaq yerinə qoyaq. 2 üçün baxıram. 3-ü vururam mənfi 1-ə, üstə də gəlirəm 3 vuraq 3-də 2. O deyir mənfi 1. Aha. Deməli, bircə dəqiqə. Deməli, düzdür. Bu da düzdür. 2-yə getdi y. Qəşəng. Bunu da yazaq bura. Bəs yoxlayaq D variantını. D-də nə deyir? D-də deyir ki, absis oxunun müsbət istiqaməti ilə 135 dərəcəli bucaq əmələ gətirir. Bu deməkdir ki, yəni tangens 135 dərəcə. Uşaqlar, tangens 135 dərəcədə ikinci rübə düşür. Yazsaq ki, tangens işarə mənfidir. 180 çıxılsın 45 şəklində yazsaq, mənfi tangens 45 dərəcə verəcək. O deməli onda mənfi tangens 45 dərəcədə mənfi 1 deməkdir. Deməli, k-mız mənfi 1-dir. Və buradan da həqiqətən baxın, ikincidə 3y bərabərdir mənfi 3x çıx 1. Buradan da k-nı tapanda mənfi x minus 3-də 1. Həqiqətən də k-mız mənfi 1-dir. Deməli, 2-yə həm də d getdi. Deməli, cavab belə oldu. 3-ə getdi a, b, 2-yə getdi d, y, 1-ə də getdi c. Sonra baxaq 28-ci sualımıza. 28-ci sualda deyir ki, ilk bərabərdir kx üstəgəl b funksiyasının qrafik üçün uyğunluğu müəyyən edin. Deməli, k böyükdür 0, b böyükdür 0 olanda şəklini lap çək. Lap şəklini çəkək bunun. Mən çəkərəm şəxsən, sizin yeriniz olsa. Çəksəm, k böyükdür 0, b böyükdür 0 olanda belə bir şəkil alınır. Bu da hardan keçir? Birinci, ikinci və üçüncü rübdən. Deməli, onda 1-ə gedir b. Baxın, birinci, ikinci, üçüncü rübdən. Sonra 2-yə baxaq. 2-də deyir ki, k kiçikdir 0, b kiçikdir 0. İkincidə k kiçikdir 0, b kiçikdir 0 belə olur. Bu da hardan keçir? Birinci, ikinci, üçüncü, dördüncü. Aha. Bu keçir ikinci, üçüncü, dördüncü rübdən. Deməli, 2-yə gedir D. Absis oxunun müsbət istiqaməti ilə kör bucaq əmələ gətirir. Müsbət istiqaməti ilə kör bucaq əmələ gətirir. Deməli, burada getdi Y. Y də gedir buna. D, Y. Daha sonra baxaq indi 3-ə. 3-də də deyir ki, birinci və üçüncü rüblərin təmvölənidir. Bəli, y bərabərdir kx funksiyası. Çünki b-miz 0 olanda kx olur. Və bu birinci və üçüncü rübün nə olur? Təmvöləni. Deməli, 3-ə də A getdi. Bu da qəşəng. Sonra baxaq 29-cu sualımıza. 29-cu sualda deyir ki, y bərabərdir kx plus b funksiyasının qrafik üçün uyğunluğu müəyyən edin. Yenə uşaqlar, gəlin qrafikləri çəkək. Çəkənməsək görənmirik. Yəni belə əzbərçi yadda qalmır. K kiçikdir 0, b böyükdür 0.
K kiçikdir 0 olanda 2 4-dən keçir və B böyükdür 0 olanda apsis oxu boyunca yuxarı sürüşür. Deməli, onda hansı rüblər olur? Birinci, ikinci, üçüncü, dördüncü olur. Birinci, ikinci və dördüncü rüb. Ona görə 1-ə gedir C. İkinci üçün şəkil çəkək. Bunu yazım bir yerə, 1-ə C. İkinci üçün şəkil çəksəm, deyir K böyükdür 0, B kiçikdir 0. K böyükdür 0-dırsa, birinci, üçüncü rübdəndir. B kiçik 0 olanda aşağı düşəcək bu. Bu da olur. Birinci, üçüncü, dördüncü rüb. Haradır o? 1, 3, 4. Deməli, 2-yə gedir A. Yazıram bura A. Sonra, apsis oxunun müsbət istiqaməti ilə iti bucaq əmələ gətirir. Bəli, baxın, burada iti bucaq var. Deməli, həm də Y getdi bura. Sonra 3-ə baxaq. 3-də deyir ki, K bərabərdir mənfi 1, B kiçikdir, B bərabərdir 0. K bərabərdir mənfi 1 olanda keçəcək ikinci, dördüncü rübdən və koordinat başlanğıcından keçir. Ona görə də üçüncüyə gedəcək B variantı. Baxın, şəkili çəkirəm. K-mız mənfi olanda ikinci, dördüncü rübdən keçirmi? Baxın, həm də bu ikinci və dördüncü rübün tən böləni olur. Deməli, 3-ə də getdi B. Baxalım 30-cu sualımıza. 30-cu sualda deyir ki, hovuzu doldurmaq üçün istifadə edilən A kranından, boşaltmaq üçün isə istifadə edilən B kranından axan suyun həcminin zamandan asılılıq qrafikləri verilmişdir. Hər iki kran eyni zamanda açılaraq 8 saat açıq qalarsa, həcmi 50 kubmetr olan boş hovuzun neçə faizi su ilə dolar? Yaxşı, gəlin belə eləyək. Mən görürəm ki, uşaqlar, bunu elə ibtidai sinif kimi işləyəcəyik. 18 kubmetri doldurur nə qədər vaxta? 2 saata. 18-i böləcəm 2-yə, saatda nə qədər doldurur? 9 litr yazıram da, əslində kubmetrdir. 9-lu yazıram. Sonra ikincidə yazıram 9 kubmetr qoy yazım da. Sonra ikincidə yazıram 15 bölək 3. 5 kubmetr neyir? Boşaldır. Aha, əla. Daha sonra məndən nə istəyir? Deyir ki, hər iki kran eyni zamanda 8 saat açıq qalır. Mən də görürəm ki, 9 çıx 5 saatda nə qədər doldurur? 4. 8 saat açıq qalırsa 4 vur 8 olur 32. Əla. 32 kubmetr. Yanınızda saxlayın bir də 1 kubmetriniz 1000 litrdir. 1 kub desimetriniz uşaqlar 1 litrdir. Bunu xatırlayarsınız. Və soruşdu ki, nə deyir? Neçə faizi su ilə dolu olar? Tam olaraq nə qədər idi? Həcm 50-dir. Neçəsi doldu? 32. Faiz soruşur. Faiz 100-ə vurmağı sevir. İxtisar aparırıq. Eləyir 64%. Deməli, 64% dolu olarmış. Növbəti sualımız hansıdır? Maşallah, artıq qutarırıq bunları da. 31-ci sualımız. 31-ci sual deyir ki, A kvadratı minus 10 üstə görə 16 vur x funksiyasının qrafiki yalnız birinci, ikinci rüblərdən keçir. Uşaqlar, birinci, ikinci rüblərdən keçirsə, gəlin şəkili çəkək. Əzbərsiliyə çox meyl eləməyin. Baxın, birinci, ikinci rüb bura düşür. Y bərabərdir B funksiyası və B böyükdür 0 olacaq. Mən burada nə edirəm? Birinci, ikinci rüblərdən keçir. B'miz də böyükdür 0. O zaman mən yazacağım ki, A kvadratı, yəni mən bunu yox eləməliyəm ki, B qalsın. Amma unutmayın, bax sizin gördüyünüz B 9 minus A kvadratıdır. Və mən burada şərt qoymuşam, B böyükdür 0. Bu bizə lazım olacaq. Nə edəcəm? 0-a bərabər eləyirəm. Yazıram A kvadratı minus 10A üstə görə 16 bərabərdir 0-a. Vuruqlara ayırsaq A minus 8, yəni o hansı xətti vuranda müsbət 16 toplayanda mənfi 10 eləsin. A minus 8, A minus 2 bərabərdir 0-a. Deməli, burada hər birini 0-a bölərsək, biri 8 olar, biri də 2 olar. İndi siz düşünürsünüz ki, müəllimə, bunlardan hansını verək, axı ki, cavabı aldıq. Unutmayın ki, biz dedik B böyükdür 0. Niyə? Çünki birinci, ikinci rübdən keçir. Bizim də B'miz budur. Əgər siz gətirib 8 qoyursanız uşaqlar, 9 çıxaq 8-in kvadratı alacaqsınız. 9 çıxaq mənfi 64, o da eləyir mənfi
55. Axı düzgün deyil. Burada 5 kiçikdir 0 olur. Deməli 8 ödəmir. 2 ödəyəcək. Yəni 9 çıxaq 2-nin kvadratı nə verir bizə? 5 verir. Deməli həqiqətən də b-miz böyükdür 0-dır. Və ona görə də cavab 2-ni ödəyəcək. Yəni burada diqqətli olun uşaqlar. Birinci, ikinci qrup ən qəşəngi şəkili çəkin. Çəkin görəcəksiniz və sizin gözünüzün qarşısında olacaq. Çaşmayacaqsınız. Sonra 32-ci sualda deyir ki, 3-cü, 4-cü rüblərdən keçir. Uşaqlar 3-dən 4-dən keçirsə, y bərabərdir, mənfi b funksiyasıdır. Niyə? Baxın, bu mənfi hissədəki baxın, bu x-dir, burada y-dir. Deməli, yazıram y bərabərdir mənfi b-yə. Yəni, sizin burada b-niz a kvadratı minus 16-dır. Və siz bilməlisiniz ki, b burada nədir? Kiçikdir 0-dan. Amma gəlin belə eləyək də, gedək orada x-in əmsalını belə deyək də, yox eləyək. Yazaq a kvadratı minus 8a üstəgəl 15 bərabərdir 0-a. Viyetlə həll eləyək. O hansı ədəddir? Vuranda müsbət 15, toplayanda mənfi 8-dir. A minus 3-dür və A minus 5-dir. Bərabərdir 0-a. Hər birini ayrı-ayrıqda 0-a bərabər eləsəz, A-nız müsbət 3-dür, A-nız müsbət 5-dir. Bəs yaxşı uşaqlar. İndi bunlardan hansını aparaq qoyaq? Gedək yoxlayaq. Mən bilirəm ki, b kiçikdir 0 olmalıdır. Çünki y oxunu mənfi hissədə kəsir. Baxın, yuxarı müsbətdir, aşağı mənfilərdir. Onda aparıb, deməli, 3 qoysuz, 3-ün kvadratı minus 16, yəni 9 çıx 16 edir mənfi 7. Bu bizim cavabımız olacaq. Amma 5 qoysaz, bizim cavabımız burada 3-dür. Bax, bunu yazın bura. 3. Amma 5 qoysaz uşaqlar, 5-in kvadratı 25 çıx 16 müsbət 9-dur. Axı, bu bizim cavabımız deyil. Biz dedik ki, b kiçikdir 0 olur. Çünki y oxunu mənfi hissədə kəsir. Ona görə də cavabımız oldu 3. Keçək növbəti 33-cü sualımıza. Deyir ki, 4m minus m kvadratı üstəgəl 12 x üstəgəlsin 10m çıx m kvadratı minus 16. Xətti funksiyasının qrafikinə əsasən m parametrini ala biləcəyi tam qiymətlərin cəmini tapın. Mən görürəm ki, burada kx plus b-dir. Yaxşı, bu qəşəng. Kx plus b-dir. Və birinci, üçüncü rübdən keçdiyinə görə k-mız böyükdür 0 şəkildən görürəm bunu. Eləcə də y oxunu mənfi hissədə, müsbət hissədə kəsdiyinə görə, baxın yuxarıda. Deməli, b-miz də böyükdür 0. Və mən burada nə edəcəm? Bizim k-mız nə idi? 4m minus m kvadratı üstəgəl 12-ni böyükdür 0 qoyuram. Birinci bunu eləyəcəm. Sonra digər tərəfdən də uşaqlar, mən bilirəm ki, b-miz də böyükdür 0. B-nin yerində nə durur? 10m çıx m kvadratı minus 16 böyükdür 0. Aha, indi bunları həll eləyəcəm. Görək nə baş verir. Deməli, bir mənfiyə vursaq hər tərəfi m kvadratı minus 4m minus 12 kiçikdir 0 olur. Viyetə görə həll eləsək, o hansı ədəddir? Vuranda mənfi 12, toplayanda mənfi 4. A mənfi 6 ilə müsbət 2-dir. Kiçikdir 0 qoyaq. Gedək ədəd oxununda qeyd edək sıfırlarımızı. Bilirsiniz ki, bir dəfə m üstəgəl 2-ni 0-a bərabər etsəz mənfi 2, buradan da müsbət 6. Heç birində almır. Baxın, içi boşdur. Deməli, buradan bir qiymət verək. Məsələn, 8 versək müsbət. Tutalım ki, buradan bir 0 versəz mənfi, bu da müsbət. Sıralandı. Bizə lazım idi kiçikdir 0 olan yer. Mən mənfi 2 ilə müsbət 6. Bunu yazdıq burada. Daha sonra gedək, baxaq, deməli, bu birinə. Yenə hər tərəfi mənfiyə vursaq, m kvadratı çıx 10m, üstəgəl 16, kiçikdir 0. Vuranda müsbət 16, toplayanda mənfi 10, mənfi 8 ilə mənfi 2-dir. Kiçikdir 0 qoyaq. Deməli, aparaq qeyd edək. M-2-ni 0-a bərabər etsəz müsbət 2, M-8-i 0-a bərabər etsəz müsbət 8. İndi bunları qeyd edək. Elədik. Buradan bir qiymət verək. Məsələn, 9 versək müsbət, burada mənfi, burada müsbət. Bizə lazımdır mənfi olan hissə, yəni 2 ilə 8 aralığı. İndi mənə deyir ki, ala biləcəyi tam qiymətlərin cəmini tapın. Gəlin bunları
ədəd oxunda qeyd edək və bunların kəsişməsini götürəcəyik. Birincidə nə aldım uşaqlar? -2 ilə 6 aralığı. -2, 6. Yoluçka olacaq burada. Yoluçka bizim cavabımızdır. Digəri nə oldu? 2-dən 8-ə. Burada 2 yazım. 2-dən 8 də hardasa buralarda olsun da. 2-dən 8-ə. Baxın, yolka harda yarandı? Yolka bu hissədə. Yəni 2 ilə 6-nın aralığında alındı. Yazıram 2 və 6. Özə yumru mötərizə ilə. 2-6 aralığındakı ədədlər hansıdır? 3-dür, 4-dür, 5-dir. Bunları da toplasam, yəni 3 üstə gəl 4 üstə gəl 5 eləyəcək 12. Yəni 33-də cavabı alırıq nə? 12. Sonra keçək 34-cü sualımıza. Uşaqlar, 34-də bilirsiniz nə var əslində? Diqqətlə baxın. Məsələn, istəyirik ki, gedək orada F5 yaradıq. Məsələn, tam Fx verəndə deyirlər ki, F5-i tap, tez aparıb yerinə 5 qoyuruq, F5 tapırıq. Amma burada zülm zillət olar, F5 yarat, nə bilim, yaxşı F5 yaratacaq, X-ə gərək 1 verək, burada yaranacaq F-2, yəni uzun uzadı da, cavabı da gəlib səhərə yaxın alarıq. Ən yaxşısı bilirsiniz nədir? Ən yaxşısı siz görürsünüz ki, bax burada Kx plus B funksiyası var. Eləmi? Qəşəng. Və sizin burada x-larınız bunlardır. Mən gətirib həmin düsturda yerinə yazıram. Necə yazacağım? Yazıram K vurulsun. X-in yerinə 3x minus 5 yazıram. Çünki bu bunun x-idir da, belə deyək. Üstə gəl B. O bir üçün də yenə yazıram. K vurulsun 2x üstə gəl 3 üstə gəl B. Bərabərdir. Bunu sərgəl yazardım kaş. 15x üstə gəl 12. Vuraq açaq. 3 dənə kx. Çıx 15. Üstə gəl B. Burada çıxdı. Üstə gəl B. Üstə gəlinsin 2 dənə kx. Üstə gəl. Necə dəqiq o? Necə dəqiq uşaqlar? Burada bir dənə texniki səhv elədim. Bu yazım. K vurulsun 3x minus 5 üstə gəl B. Üstə gəlinsin K vuraq 2x üstə gəl 3 üstə gəl B. Bərabərdir 15x üstə gəl 12. Aha, bunları düz vurub açmalıydım. Vurub açsaq 3kx çıx 5k üstə gəl. Mən orada çaşıb desin 15 yazmışdım. B. Üstə gəlinsin 2kx üstə gəl 3k üstə gəl B. Bərabərdir 15x üstə gəl 12. K'ları rahatlayaq. 5kx. Burada minus 2k üstə gəl 2b. Aha, qəşəng. Və biz burada alırıq ki, bərabər də qoyum səliqəli yazam 15x üstə gəl 12. Aha. Baxın, x-in yanında nə dayanıb? 5k. Gördünüz? Deməli onda siz razısınızsa 5k-nı bərabər eləyək 15-ə və k-mız 3-dür. Əla. Daha sonra mən görürəm ki, bax B-nin yerində bu dayanıb. Burada da 12 dayanıb. Mənfi 2k üstə gəl 2b-ni də bərabər eləyirəm 12-yə. Mən də k-nın 3 olduğunu bilirəm. Mənfi 2 vuraq 3 üstə gəl 2b bərabərdir 12-yə. 2b bərabər olur 12-nin üstə 6 gəlirsiniz 18 və b-niz olur 9. Əla. Məndən nə istəyirdi bu? Deyirdi ki, f5-i hesablayın. Hələ mən bilirsiniz nə etməliyəm? Y bərabərdir kx plus b-ni yaratmalıyam. Deməli, düsturu yaradaq. Y bərabərdir. K-mız nə idi? 3. 3x üstə gəl 9-a. Və f5 dediyinə görə də mən yazacağım onda x-in yerinə 5 qoyacağım. 3 vur 5 üstə gəl 9. O da eləyir 15 üstə gəl 9, 24. Yəni 34-də cavab 24. Deməli uşaqlar, 35-ci sualda biz birinci növbədə bilməliyik ki, funksiyanın qrafiklərinin qarşılıqlı vəziyyəti. Əgər deməli K1 bərabər deyilsə K2-yə, deməli bunlar kəsişirlər.
K1 bərabərdir K2 olarsa paralel olurlar. Əgər ki K1 vuraq K2 bərabərdir -1 olsa, onda bu düz xəttin qrafikləri perpendikulyardır. Yəni 90 dərəcəli bucaqlamaya gətirir. Mənə də bunu sözlə deməyib, amma şəkildə göstərirlər. Şəkildə mən gördüm ki, perpendikulyardılar. Onda belə çıxır ki, K1 vuraq K2 bərabərdir -1-ə. Bəs yaxşı, mən o K1-i hardan tapım? Bizim belə bir düsturumuz var idi. Mən bayaq da demişdim. Y2 minus Y1 bölünsün x2 minus x1'ə. Koordinatları yazaq. Deməli, birində 4, 4'dür. Digərində də -2, 0'dır. Və K bərabər olur Y2. Yəni, fərqi yoxdur. 4 çıxaq 0 bölünsün x2 minus x1. 4 çıxaq -2. Eləyir mi mənfi? Deməli, aldıq biz burada 6'da 4. Aha, müsbətlə. 6'da 4 exsar etsə 3'də 2. Deməli, K1'imiz, yazaq bura. K1'imiz 3'də 2'dir. Əla. K1'imiz 3'də 2. Qeyd edirəm bura. K1 bərabərdir 3'də 2'yə. Biz bilirdik ki, K1 vuraq K2 bərabərdir -1'ə. Deməli, 3'də 2 vuraq K2 bərabərdir -1'ə və K2'niz olacaq -2'də 3'ə. Əla. L2 düz xəttinin mən K2'sini tapdım aşağılar. Və mən sonra nə etməliyəm? Deməli, Y bərabərdir -2'də 3x. Görürsünüzmü? B vahid yuxarı aşağı sürür. Üstə gəlsin B. Axı mən burada B-ni bilmirəm, axı səliqəyə salmalıyam. Və diqqətlə baxın. Orada deyir ki, L2 düz xəttinin tənliyini qurun. Mən də L2 düz xəttinin tənliyini qurmaq istəyirəmsə, onda belə bir şey yazım da ora. 4 4'ü verəcəm. Niyə 4 4'ü? Çünki L2'ni istəyir. Y bərabər, məqsədim B-ni tapmaqdır. Deməli, Y-ə 4 verim. Uşaqlar, bax bunu verirəm. 4 verirəm. X-a da 4 verəcəm. -2'də 3 vurulsun 4 üstə gəlsin B-yə. Buradan da alıram B bərabərdir. Baxın, bunlar gedir. -6, B üstə gəl -6 bərabərdir 4'ə. Buradan da alıram 4 üstə gəl 6. B bərabər olur 10. Mənə B lazım değildi. Tapdım da B'ni. Baxın. Baxın. Burada yazdım 10. Deməli oldu 2'də 3. 2'də 3 x üstə gəlinsin 10. So, qurduq. 2'də 3 x üstə gəlinsin 10. Amma məsəl üçün tutalım ki, istəsəydi L1'i, onda -2 0 koordinatını verərdik. L1 üçün tapardıq. Amma bizdən L2 istədiyinə görə 4 4'ü verdik. Bura qədər dəyərli müəllimlər və şagirdlər, videomuzu bəyənməyi, kanalımıza abunə olmağı unutmayın. Qeyd edim ki, sınaqlar qrupumuz aktivdir. Hər mövzunun özünün ayrıca sınaqları var. İndi ekrana gətirərəm həmin sınaqları da və əlbəttə ki, izahları. Ay ərzində hər mövzu sınaqları, həm ümumi sınaqları əldə edirsiniz. Sadəcə 10 AZN ödəməklə qoşula bilərsiniz. Ay ərzində hardasa 20 dənə sınaq göndərilir izahları ilə birgə. Həm müəllimlər, həm abituriyentlər də qoşula bilərlər. Əlaqə nömrəmiz isə 051 641 88 34'dür. Toplu ikinci hissəni öyrənmək üçün qruplarımız da aktivdir. Yəni qoşulub sırf toplu ikinci hissəni öyrənib və testləri də əldə edə bilərsiniz. İndi sizə birinci mövzunun testini də ekrana gətirirəm. İşləyib şərhlərdə yazarsınız. Bu isə həmin mövzu üzrə olan sınağımdır. Yəni sırf topulda hansılar keçilirsə onun sınağıdır. Bəzən 50 suallıq da sınaqlarımız olur. Və məsələn funksiyanı bitirdinizsə funksiyaya aid ümumi sınaq da gələcək. Yəni hər bölmənin sonunda sınaq, həm də hər mövzunun sınaqları olur. Buyurub sizlər də qrupumuza qoşula bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm. Videomuzu bəyənməyi və paylaşmağı unutmayın.